Biz bir gün bunu düşünək, tez-tez düşünək ki, biz bir gün bu dünyadan köçəcəyik. Bu çox mühüm xəbərdir. Çox mühüm xəbərdir. O gün bu gün də ola bilər. Yaşdan asılı olmayaraq. Bugün də baş verə bilər. Sabah da baş verə bilər. Bu çox mühüm xəbərdir. Bunun üzərində insan xeyli düşünməlidir. O şeylər ki, biz dünyanı tərk edən zaman önəmini itirəcək, indidən düşüncə ilə önəmini itirsin bizim üçün. O şeylər ki, o zaman bizim üçün önəmlidir, indidən önəmli olsun. Bunu hərdən bir düşünmək lazımdır. Dünyada olduğumuz müddət olduqca qısadır. Dünyada əldə elədiyimiz nemətlər, sahibləndiyimiz şeylər olduqca ötəridir. Olduqca ötəridir. Heç nəyin sahibi deyilik həqiqətdə biz, heç nəyin. Heç nəyin. Biz rol oynayan aktyorlar kimi, kiməsə zəngin rolu verilib, kiməsə fəqir rolu verilib. Heç nə bizim deyil. Heç bir şey bizim deyil. Bir yerə çatır ki, Allah Peyğəmbərinin yadına salır. Deyir, lə tənsi nəsibəkə minəd dünya. Dünyadan da qisməti unutma. Yadına salır ki, dünya da var, biraz bundan istifadə elə. O qədər o yana yönəlib, o qədər dəyərdən düşüb, Allah xatırladır o tərəfdən, sən yadına salır ki, ya Rasulallah, dünyada sana, oradan da biraz öz nəsibi unutma. Ondan da bir qədər bəhrələn. O həddə qədər tərk eləmə dünyanı ki, heç nəyindən istifadə eləməyəsən. Tövsiyəyə bax, bizə deyir ki, çəkin bu dünyadan. Peyğəmbərə deyir ki, biraz da istifadə elə bundan. Bizə nə qədər deyir, eşitmirik. Peyğəmbərə deyir ki, hər dünyadasan, da o qədər də yox. Biraz faydalan ondan. Müəyyən miqdarda olmalıdır. Qısa müddətdə olması dünyanın, dəyərinin az olması haqqında düşünmək lazımdır.